Deməli, bu günlərdə Şah İsmayıl Xətainin yaradıcılığına toxunacağıq və onun yaradıcılığının Azərbaycan və Türk ədəbiyyatındakı yerinə görə müəyyənləşdirəcəyik. Təbii ki, bu müəyyənləşdirmədə müxtəlif filoloqların və ədəbiyyatşünasların fikirlərini nəzərə alaraq fikir yürütməyə çalışacağıq. İlkin olaraq Azərbaycanın dahi şəxsiyyətlərindən olan və ədəbiyyatçılarından olan, eyni zamanda yazarı hesab olunan Yusif Vəzir Çəmənzəminlinin Azərbaycan ədəbiyyatına bir baxış əsərinə baxmaq lazımdır. Yusif Vəzir Çəmənzəminli Şah İsmayıl Xətainin yaradıcılığını üç hissəyə ayırırdı. Birincisi eşq şeirləri, ikincisi fəlsəfi, üçüncüsü isə dini şeirlər olaraq üç formada klassifikasiya eləyirdi və hətta Yusif Vəzir Çəmənzəminli deyirdi ki, Şah İsmayılın ümumiyyətlə Anadoluda nüfuzu sürətlə artırdı. Yəni onun yaradıcılığı Anadolu folkloruna ciddi şəkildə təsir göstərirdi. Hətta o deyirdi ki, məhz Yavuz Sultan Səlimlə üz-üzə gəlməyindəki əsas səbəblərdən də biri bu idi. Bəs burada sual meydana çıxır ki, niyə məhz Xətainin Anadoluda ciddi formada populyarlığı artırdı? Buna ən yaxşı cavabı əslində Mehmet Fuad Köprülü izahını verir. O deyir ki, Ələvlik, Bəktaşilik, Hürufilik kimi təriqətlər əslində İran ədəbiyyatından çox Türk ədəbiyyatına məxsus idi və bu fikri daha sonradan Səadəddin Ərgün qəşəng izahını verir və o deyirdi ki, ümumiyyətlə Şah İsmayılın, nəinki Şah İsmayılın bu qızılbaşlıq, Hürufilik, Bəktaşilik kimi təriqətlər İran ədəbiyyatını bizdən deyil, bizdən, yəni Türk ədəbiyyatından İran ədəbiyyatına sirayət eləmişdi. Ümumiyyətlə Səadəddin Ərgün və İbrahim Aslanoğlunun Anadolu Xətayiləri adında bir əsəri vardı ki, orada Anadolu Xətayiləri personajına toxunur. O da nə deməkdir? Anadolu Xətayiləri Şah İsmayıl Xətayinin nüfuzundan, poeziyasından və mənəvi kimliyindən təsirlənərək Anadoluda onun təxəllüsü, yəni Xətayi, Şah Xətayi, Şahım Xətayi ilə şeirlər, qoşmalar, nəfəslər qələmə alan Anadolu el şairləri, aşıqları və təkkə ozanları idi. Aşıq və Bəktaşi ədəbiyyatında kiçik ustadların və ya el şairlərinin sevdikləri mürşidləri, yəni onların sahib çəkdiyi mürşidlər vardı ki, Yunus Əmrə idi, Pir Sultan Abdal idi, Şah İsmayıl Xətai idi. Onların təxəllüslərindən təsirlənərək, eyni ilə onların təxəllüsündən istifadə edərək şeir yazırdılar. Ki, Anadoluda yaşayan bu xalqlar əslində həmin o şəxsiyyətləri, eləcə də Şah İsmayıl Xətaini mürşid və pir kimi görürdülər və onları mənəvi kimliyini daha çox təsirlənmişdilər onların mənəvi kimliyindən. Yəni, Xətainin Anadolu türklərində dərin bir folklor təsirinin olduğunu biz burada görürük. Və onun təsirində yazan, onu ustad kimi qəbul edən şairlər ona nəzirələr, şeirlər qələmə almışdı. Ümumiyyətlə, Səadəddin Ərgün hocaya görə qızılbaşlıq türklərə dediyimiz kimi İrandan deyil, İrana türklərdən keçmiş bir ənənə idi. Məhz buna görə də əslində Xətainin Bəktaşilikdəki 7 ulu ozandan olması çox açıq-aydın bir məsələ idi. Şah İsmayılın özünün məhz belə deyək, klassik əruz vəznində və eyni zamanda heca vəznindəki şeirləri qələmə alması da əslində Anadolu folkloruna, kənd və təkkə mühitinə daha çox təsir göstərmişdi. Amma Anadolu kənd təkkə mühitində daha çox onun heca vəznində şeirləri, qoşmaları, nəfəsləri və yaxud da tuyuqları, varsaqları daha çox populyarlıq qazanmışdı. Çünki bu tip heca vəznində şeirləri sazla ifa eləmək daha rahat idi. Və nəticədə onu demək olar ki, Səadəddin Ərgünə görə Şah İsmayıla aid olmayan, amma Şah İsmayıl Xətai təxəllüsündə şeirlər də məhz buradan çıxmağa başlamışdı. Niyə? Çünki Anadolu aşıqları, Anadolu Ələvi aşıqları, türk aşıqları əslində onun təxəllüsündən istifadə edərək ona nəzirələr, şeirlər yazmağı özlərinə bir növ mənəvi borc bilirdilər. Hətta Səadəddin Ərgün burada bir fikir deyir ki, ən tanınmış türk qızılbaş şairləri Xətaini bir mürşid kimi qəbul etmiş, hər zaman onun izi ilə getməyi və ona bənzəməyi bir şərəf saymışdılar.
bu şəkildə bir fikir deyir. Maraqlısı budur ki, Muhsin Macid də buna bənzər fikirləri deyir. O deyir, hətta orada gözəl bir fikir deyir. Deyir ki, Azərbaycan ədəbiyyatında Şah İsmayıl Xətainin tanınmasında iki mühüm şəxsin rolu var. Bunlar kimdir? Bunlar bizim məhz repressiyaya məruz qalmış böyük şəxsiyyətlərimizdən olan birincisi Salman Mümtaz, ikincisi də Bəkir Çobanzadə idi. Ki bu iki şəxsiyyət əslində Şah İsmayıl Xətainin yaradıcılığını Azərbaycan ədəbiyyatına tanıdan şəxsiyyətlər idi. Və Muhsin Macid orada bir fikir deyir ki, bununla paralel Anadolu Türk Ələviliyində Şah Xətai obrazı meydana gəlmişdi ki, bu obraz sözün gücü və musiqinin irfanında birləşmişdi. Bunun da ən böyük səbəbi Anadolu Şiə Qızılbaş türklərinin Səfəvi sarayını üz tutmağından qaynaqlanırdı ki, Şah İsmayıl Xətai ümumiyyətlə həmin bu türkləri öz himayəsinə götürürdü. Ümumiyyətlə bu cür belə deyək də həmin bu oxunuşlar xüsusilə Anadolu Ələvi daxilində formalaşan Şah Xətai obrazı sözün və musiqinin müşahidə etdiyi rituallar vasitəsilə özünü göstərirdi. Hətta Muhsin Macid orada deyirdi ki, biz Xətai haqqında tədqiqat aparanda mütləq lazımdır ki, Xətainin orijinal əlyazmalarına istinad edilir. Çünki Anadoluda o qədər Xətai obrazında, Xətai təxəllüsündə şeirlər qələmə alınırdı ki, biz seçə bilmirdik bunu Şah İsmayıl Xətai mi yazıb, yoxsa Anadolu Xətailəri mi yazıb? Hətta Muhsin Macid orada bir fikir deyir ki, Sünni ənənəsini diqqətdən kənara saxladığı Şah Xətai Osmanlı ədəbi elitasında o qədər tanınmırdı. O daha çox Anadolu xalqında, xalqın dildən dilə dolaşdığı şeirlərlə əslində Xətai özünü yaşada bilirdi. Bu şəkildə fikirlər deyirlər türk ədəbiyyatşünasları və onların ən önəmlisi Yavuz Akpınar daha doğrusu Azəri ədəbiyyatındakı monoqrafiyasında Şah İsmayıl Xətaiyə geniş toxunur. Orada bir fikir deyir Akpınar, deyir ki, Xətai obrazı Qars, Ərzurum, Sivas, Maraş, Çorum aşığı mühitində birbaşa təsir etdiyi kimi, onun heca vəznli şeirləri Anadolu aşıqlarının repertuarından təməl daşı rolunu oynayırdı. Xətai əsrlərcə boğulmuş Azərbaycan dilini sanki işıq üzünə çıxardı. Onun qidalandığı dil elit fars və ərəb dilindən ziyadə yerli Anadolu və Ərdəbil xalq ləhcələrinin daha çox təsirindən əsərlərini formalaşdırırdı. O dövrdə türk mənşəli sülalələrdən olan Qaraqoyunlu və Ağqoyunlu rəsmi dilinin fars dili olmasına rəğmən Səfəvi sarayının rəsmi dili məhz türkcə idi. Bununla yanaşı fars və ərəbcə yazılan qiymətli elmi əsərləri türk dilinə çevirtdirmiş və eləcə də şiəli məzhəbinə mənsub olan əsərləri də türk dilində yazdırmışdı. Ki, Xətai həm Azərbaycan, həm də türk ədəbiyyatı üçün mühüm ortaq bir şəxsiyyətdir Yavuz Akpınara görə. O hətta belə bir fikirdə deyir ki, Xətai ümumiyyətlə rəsm, musiqi, şeir sevən bir şəxsiyyət idi və onun incəsənətə olan heyranlığı hər kəsə məlum idi. Məhz buna görə də o, incəsənət və elm xadimlərini öz himayəsi altına almış və beləcə mədəniyyətin formalaşmasına böyük təkan vermişdi. Onun özünün şair olması, şeirlərinin sadə Azəri türk dilində qələmə alması və eləcə də şiəli məzhəbinin əsas belə deyək, fikirlərindən əsas fikir qoyan alimlərin əsərlərinin türk dilinə tərcüməsi və türk dilində yazdırtması digər şairlərin, alimlərin, eləcə də ozanların da dilinin türkçələşməsinə gətirib çıxarmışdı əslində. Ki, Yavuz Akpınar burada bu fikirdə deyir ki, türk dilinin inkişafına qeyd-şərtsiz ən böyük dəstəyi də məhz Xətai vermişdi. Maraqlıdır, bəs 20-ci əsr Azərbaycan ədəbiyyatında Sovet hökuməti qurulanda Xətai obrazı nə yerdə idi? Bunun da əslində cavabı var. İsmail Hikmətin Azərbaycan ədəbiyyatı əsəridir. Sözbəsöz həmin bu fikri oxuyacağam. Orada belə bir fikir deyir. Deyir ki, bu mənzumə heyət ümumiyyəsi ilə yaşadığı məfkura, zehnət, tələqqi, qayə, əda, üslub, ruh və qənaət etibarilə fövqəladə səciyyəlidir. Şeyxilik, Bəktaşilik, Qızılbaşlıq
bütün əsasları aydın bir tərzdə görsənir. Məcazları, ilhamları, təhlilləri bütün o etiqadın üzərində qurulmuş tip ola biləcəyi bir mənzumədir. Hər halda bu dini təsirlərdən doğan bir həyəcan vardı ki, türk ədəbiyyatına bir çox rəbbani, təlimi əsərlər vermişdi. İslam təsiri ilə doğulan şəkillərdə, yəni klassik, sxolastik ədəbiyyat şəkillərindən nümunələr verən bu şiə və təsəvvüf ədəbiyyatı xalq arasına girərək xalq ədəbiyyatı şəklində dəxi nümunələr yaratmışdı. Demək ki, həm əruz, həm də heca vəzinlə bu ədəbiyyat dairələrinə girmişdi. Bol-bol təsadüf etdiyimiz mərsiyələr və bir nümunəsini göstərdiyimiz nəfslərin hamısı bu ədəbiyyatın şöbələrindəndir. Türk şairini məddah yapan ərəb-əcəm sənəti və türk sufisinə nəva mərsiyəçi yapan əcəm-ərəb qənaətidir. Türk ruhu əsrlərdən bəri hər gün o zehniyyət və qənaətin yeki və qaplayıcı bir görünüşünü özündə ehtiva etmişdi. Və burada İsmail Hikmət Şah İsmailin bir şeirini ələ alır və onu təhlil eləməyə başlayır. Deyir ki, xətayim iqrardan dönən mərvandır, qazilər dərgaha girən kərvandır, sahibi dində mürbi kərvandır, birər bu dərgaha bədər bulmalı şeirini İsmail Hikmət bu formada təhlil edir. O deyir ki, bu tərzdəki mənzumələr bu növdən propaganda əsəridir. Yəni İslam dininin yayılmasının bu nə propagandasıdır ki, burada deyir ki, dini siyasi yazılardandır və şübhəsiz şairin şeyxlik dövrünə aid bir parçadır. Hürufi, Ələvi və Bəktaşi, eyni zamanda Şiə istibdarları əsasən bəsləndikləri bu Xətainin yazdığı bu tərz mənzumələr bütün Bəktaşi ayinlərində oxunmaqda və xalq arasında ağızdan ağıza dolaşmaqdadır. Onun yazdığı ədəbiyyat xalq sufiliyindən qaynaqlanırdı. Və maraqlısı budur ki, İsmail Hikmət həmin bu Xətainin İslam qaba dildə desək, İslam propagandası aparması türklərin arasında və türklərin ümumiyyətlə onun ideyasını mənimsəməsi və xoşluqla qəbul eləməsi, ona hörmət eləməsini İsmail Hikmət böyük bir problem olaraq görürdü. O deyirdi ki, bu solğun inqilabı fikirləri zəncirləyən xurafə və yalanları qoparıb atdıqdan artıq geniş bir nəfəs ala bilmək, uyuşturucu zehniyyətin əsri olmaq, fəlakətindən sıyrılmaq zamanı gəlmişdir. İnqilabın yer-yer görünən təsiri bunun ən canlı və ən qüvvətli şahididir ki, burada İsmail Hikmət əslində həmin bu Xətainin İslam çərçivəsi daxilində yazdığı şeirləri və o İslam çərçivəsinin daxilində yazdığı əsərlərinin türk ədəbi camiyyəsində böyük hörmətlə qarşılanmasını uyuşturucu zehniyyət, xurafə, yalan və böyük təhlükə mənbəyi hesab edirdi. Nə üçün? Həmin bu marksist ateizm və Sovet propagandası üçün. Məhz ona görə də İsmail Hikmət deyirdi ki, inqilabın yer-yer görünən təsirləri bunun ən ucuz və canlı qüvvəsidir ki, inqilabın həmin bu məkanlarda yayılması bütün bu İslam ənənələrini soyub kökündən qoparmışdı ki, bizə də məhz bu lazım idi.